Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 28 apreldən 5 maya doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar, bu həftə qəribə bir dalğalanma var sizdə. Bu dalğalanmanı tuta bilmədim. Balıq kişilərin dalğalanması pul olaraq, maddiyyət olaraq, şans olaraq superdir. Balıq qadınların dalğalanması, kəskin danışıq, kəskin söz, kəskin fikir. Sanki bu vaxta qədər içimdə nə narahatçılıq var etsin, nə sıxıntı, nə problem var etsin. Bu həftə elə bir onların hamısını insanlara deyəcəksiniz. Hər kəsi öz yerinə oturtturmağa, hər kəsin layiq olduğu pozisiyada qoymağa bu həftə çalışacaqsınız balıqlar. Dəngəsiz həftə olduğu üçün sizin pul olaraq, maddiyyat olaraq şansınızı hiss elədim. Amma burada şəxsiyyət baxımından, ailə baxımından mən sizi tuta bilmədim. Çünki daxili ailəmə keçirsiniz və hər şeyi izləmə vəziyyətinə alacaqsınız. Sanki bu həftə siz ətrafınızda olan insanları analiz eləyəcəksiniz. Dəyərləndirinmi, şans verinmi, gücləninmi, inanımı kimi bəzi nüansları dəyərləndirməni aktivləşdirəcəksiniz. Ümumi yanaşmaya baxaraq sizdə heç bir negativ bir vəziyyət yoxdur balıqlar. Sadəcə olaraq dəngəsizliyiniz, çox düşünməyiniz, özünüzü qocaman, ruhu çökmüş bir insan aparmağınız, maddisal belə deyim də, gələcəyə doğru planlarınız, bəziləri pozitiv, bəziləri negativ olmasına baxmayaraq, böyük bir problemli bir həftəniz olmayacaq. Əksinə həftənin sonlarına doğru iş təklifi ola bilər, işlə, pulla bağlı beyninizdə nəsə bir planlar, yenilənmələr ola bilər ki, bundan balıqlar istifadə edə bilərsiniz. Pis həftə deyil, sadəcə həftə tam wow deyim, çox xoşbəxt gördüm sizi, tam hər şeydən razı gördüm, yox. 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Sadəcə boyun sisteminizdə bilmirəm, boyun və beyin təzyiq sisteminizə gedən nəsə narahatçılıqlar var. Bunların qabağını almalısınız balıqlar. Xərçənglərə gələndə isə xərçənglər, bu həftə biz bombayıq. Bu həftə biz canlı bombayıq. Bilirsiniz bu nə deməkdir? Bəzi düşünmədən qərarsızlıq, ondan buradan aldığımız məlumatlara görə hər şeyi fırtınaya çevirə bilərik. Hər şeyi məhv edə bilərik. Xərçəng kişilər bu həftə egoist olacaq. Məni dinləyin, mənə aktivləşin, mənə dəyər verin. Xərçəng qadınlar isə bu həftə bir nəsə axtaracaqlar. Yalan axtaracaqlar, nəsə bir söz axtaracaqlar, nəsə bir fikir axtaracaqlar. Sanki beyinlərinin içərisində ya qırağın sözləri olacaq, ya da özlərinin beyninin içərisində sanki başqa bir insan onunla danışmağa başlayacaq. Onu zamana doğru zəiflətməyə çalışacaq. Xərçənglər, əsəbiyyətiniz, aqressiyalarınız, zaten xərçəng emosional bürcdür. Aldığı enerjini çölə yönləndirən bir insandır. Xərçənglər, bu həftə aldığımız enerji bizə lazım deyil. Heç kəsdən enerji almırıq. Öz enerjiniz çox mükəmməldir. Bunu aktivləşdirə bilərsiniz. Yalanlar da eşidə bilərsiniz. Bu həftə xəyanətə doğraya bilərsiniz. Bu həftə pul maddiyatla bağlı itkiniz də ola bilər. Bu həftə biraz xoşa gəlməz həftədir, amma pozitiv enerjidə oluruq. Bu həftə özümüzü gücləndirməyə çalışırıq. Bu həftə belə deyim də egoistliyimizi, ağlımızı, məntiqimizi işə salmağa çalışırıq, amma bu həftə o qədər də ağlımız yoxdur. İncimin sözümə görə nevroloji sinirsel toxunuşlar da çoxdur. Bədənimizdə və sinəmizdə narahatçılıq, qeyri-adi belə deyim də tutulmalar var. Bunların qabağını almağa çalışın. Qol altı sisteminizdə bilmirəm indi qadınlarla əlaqədar nəsə bir narahatçılıq hiss elədim. Qadınlar, xərçəng qadınları özünüzə